Balalarım deyim da sizə, körpə balalarım. Vaxt var idi ki, hamımız balaca uşaqlar idiniz. 13 nömrəli məktəbdə ilk dəfə sizi mən qəbul elədim 1-ci sinifə. 75-ci ildə. Sonra yavaş-yavaş böyüdünüz. İndi bugün o qədər şadam sizi görməyimə. Doğrudan da mən elə bil ki, cavanlaşdım. Bir neçə il cavanlaşdım ki, sizi gördüm. Çox şad oldum, məmnun oldum. Allah sizi var eləsin ki, məni unutmamışsınız, yada salmışsınız. Münəyyim müəllim, 50 il vaxt keçib, tanıdınız uşaqlarınızı? Hamısını gözündən tanıdım. Niyə tanımıram, mənim balalarım? Bunlardan ən dəcəli hansıydı? Burada var elə bir uşaq. Elə dəcəllər bu gün gəlmişdi. Mən onları axtardım, onlar gəlmir. Hamısı sakit uşaqlar olmuşdu bunların. Bax bu qızım nə təri ki 1-ci sinifdə götürmüşəm, o formadadır. Elə bil ki, həminki qızdır, balaca qız. Qarayeva Sevda. Allah hamımızın canını sağ eləsin ki, bizi unutmamışsınız. Allah çörəyinizi bol eləsin. Allah balalarınızı saxlasın. Mən də artıq nəvələrim də var, nəticələrim də var. Nəvələrim hamısı ali təhsillidir. Bircə dənəsi qalıb, o da 10-cu sinifdədir. 9 nəvəm var. Nəvələrim, nəticələrim də 2 dənədir, hələ balacadılar. Allah sizi sağ eləsin. Sinifdə rus dili tədris eləmişəm, rus dili dərsindən. Uşaqlar məndən çox razıdırlar. Görürəm, indi öz fikirlərini bildirirlər ki, Emrah müəllimə, rus dili bizə həqiqətən də lazım oldu. Biz sizə minnətdarıq. Yaxşı ki, bu dili öyrəndik biz. Mən bu uşaqlarımıza can sağlığı, uzun ömür arzu edirəm. Həmişə belə mehriban olsunlar. Həmişə birlikdə olsunlar. Biz də elə bir təzədən cavanlaşmışıq valla. Elə bilmişik ki, təzədən işləyirik. Elə bir təzədən şagirdlərimiz böyüyür. Xatirələriniz yenilənir. Bəli, yenilənir hamısı. Şükür bugünə. Günümüzə şükür. Çox sağ ol. Biz bu uşaqlara mən dərs ediyim, hardasa 3-4 il dərs etmişəm də sizə. Bu müddətdə çalışırdım ki, oxuyalar. İndi bayaq zabit mən deyir ki, yazayım mən, baba daha üşüyəm sənə, yadına gəlir. 3-dən 2-dən yazdım ki, oxusunlar, amma ilin axırında qiymətləri düzəldim ki, sonra onu sinifdə peşman olmasınlar da, deməsə ki, reisdən çalışmışam. Yaxşı uşaqlardır, sayı uşaqlarıdır. Yox, indi bizim uşaqlarda bir də 2 yazayım mən, hamı səndən qorxurdu, amma sən heç kim vurmurdu. Nəsə səndə qorxurdu. İndiki uşaqlarla siz də dərs demişsiniz də indi bu vaxta qədər. Bax bu uşaqlarla olan fərqi nədə idi? Bax o vaxt ki indi bax bu. Birisi böyük uşaqların 50 il bundan öncə. Böyük uşaqların belə tərbiyəsini pozan televizordur, internetdir. Bunlar hamısı uşaqlara təsiridir. Valideynlərin təsiridir, bunlar ki az olur, azalır. Amma bunların vaxtında birinə bir şillə vuran kimi səhər valideyn gəldi. Sən bu niyə vurmursan? Görürəm ki, vurmadım, bax elə əlim dəydi. Sifət biraz qızardı. Yoxsa sən maddə görüm niyə vurmursan? Deyirəm, hesab şey yazmamışsın. Sağ ol. Səbəb gəlir ki, qıpqırmızı sifət. Abla sən nə olur? Mən də vurmuşdum. Dədəmə niyə deyirdin onu? Deyirəm, yəni ki, o cür valideynlər vardı. Hörmətimi saxlayırdı. Müəllimin sözü bir-iki olmurdu. İndi büyük uşaqlar, bunlar bayaq uşaq bunların sözü olmasın. Deyirlər, həm də zavsız olur. Elə bunlar 5-ci sinifə gələndə mən zavus oldum, düz bu doktoruna qədər. Şükür Allah ki, sağ-salamatıq, işləyirik. Bunlar uşaqlar da işləyirlər, görükürük. Hələ yaxşıyıq. Allah Vurdu. Biz hamımız bu gündən çox şadıq ki, 50 ildən sonra görüşmüşük. Manam qayıtdı, çıra bolar, sən nə olub? Mətləb gənə öz ampulasındadır. Danışır. 50 ildən sonra şadıq ki, görüşdük. Gözəl müəllimlərimiz burada yanımızdadır. Mən müəllimlərimi görəndə elə bildim ki, 50 il cavanlaşmışam. Həmin dövrdir. Oxluya götürdü. Həmin məktəb masasıdır, sadəcə bir balaca fərqlidir. Allah onlar ömür versin, qalanlar, rəhmətə gedənlər Allah rəhmət eləsin. Üzərimizdə çox əziyyətləri var. Bu günlərim zabit müəllimdən, mən də biz bunların yolunu davam edirik, müəllimlik edirik. Amma həqiqətən də bizim dövrün yeniyetmələri ilə bugünkü dövrün yeniyetmələrində çox böyük fərq. Bugünkü yeniyetmələr dövrandımı, mühitdimi bilmirəm. Yəni, həm ərköyündür, valideyn bu saat elə bir zamandır ki, atalar məcbur olub çörək dalından qaçırlar, uşaq ata tərbiyəsindən uzaq düşür. Ana da qadın xeyirlaxdır, istər-istəməz
Yəni lazımi səviyyədə tərbiyəni başa çatdıra bilmirik. İnternetdir, obyektiv, subyektiv səbəblərdir, mühitdir, şəraitdir ki, indi uşaqlar tamam fərqli nəsildir. Çalışırıq, biz də çalışırıq ki, ən azından bizim getdiyimiz yolun yarısını onlar gedə bilsinlər. Müəllimlərimiz. Bugün mən özüm müəllim olsam da bu saat elə müəllimlərimizin qarşısında vallahi həmin o həyəcanla dayanmışam. Mən bütün müəllimlərimizin qarşısında bir daha baş əyirəm. Əlisahab müəllim, Elmira xanım, Günay müəllimə və o cümlədən də üçümüzdə müəllimlərdən də üzr istəyirəm. Bəli, hər birinizin qarşısına bir daha baş əyirəm, sizinlə fəxr edirəm və sizinlə bərabər bu sinif yoldaşlarımızla da bərabər bir yerdə olmaqdan çox şadam. Bizdə. Bəli, inşallah bütün işlərimiz uğurlu olsun. Elə bu bizim ilk görüşümüz olsun. İnşallah bu görüşün davamı da gəlsin. İnşallah.